Yedikcə arıqladan, tərəvəzli, sağlıqlı dürüm resepti tapmışam. İnanın ki, mən yarısını belə axıra qədər bitirə bilmədim. O qədər ləzzətli olur ki, dietik olduğunu hiss etməyəcəksiniz belə. Dürümün lavaşı üçün rəndələnmiş kartof, kök, qabaq, holland pendiri, yumurta və ədviyyatları qarışdırıb yağlı kağız sərdiyim soba listinə yayıram. Üzərinə də biraz küncüt səpib 200 dərəcəli sobada üzəri qızarana qədər bişirirəm. Bu lavaş bişənə qədər mən də dürümün içində istifadə etmək üçün toyuğun sinə ətini videodakı kimi doğrayıb, yaxşıca ədviyyatlayıb, çox az duru yağda biraz qızardıram. Toyuqlar qızarana qədər lavaşımız da artıq hazır olur. İlk istiliyi çıxdıqdan sonra hər tərəfinə labne pendiri çəkirəm. Siz dürümün içərisində ağız dadınıza uyğun nə istəsəz yerləşdirə bilərsiniz. Mən iceberg kələmi, çox az qırmızı kələmdən, qızartdığım toyuqlardan, pomidor, xiyar və biraz da soğandan istifadə etdim. Ən sonda sıx şəkildə büküb nuş edə bilərsiniz. Bizim ev əhli çox bəyəndi. Hətta diyetdə olmayanlar da bu dürümü bəhbəhlə yedilər. Diyetdə ən çox nə yeyirsiniz, rəylərdə yazın, mənə maraqlıdır. Daha çox maraqlı reseptlər üçün səhifəmi izləməyi unutmayın. Hələlik gələn videolarda görüşənədək.